Salam, vaxtınız xeyir. Bugünkü keçirilən Teqanın silahından verəcəyim. Kanala abunə olub izləməyi unutmayın. Elə vaxt itirmədən elə informatika suallarından başlayaq. Birinci sualda deyir, onluq sayı sistemində verilmiş 516-nın kvadratı ifadəsini 16-lıqda ifadə edin. Biz bunu nə edirik? Müxtəlif sırayla yazarıq. Yazarıq ki, birincisi 512 plus 4'ün kvadratı. Bunu da sadeleştirerek 2 üstü 9 plus 2 üstü 2'nin kvadratı. Bu da muhtasar kimi atsaq 2 üstü 18 plus hasilin 2 misli. 2 üstü 12 üstə gəlinsin 2 üstü 4. İndi 16'lıq dediyinə görə əsas 16'ya çevirərik. Bu da var 2 üstü 4'ün üstü 4 vurulsun 2'nin kvadratı üstə gəlinsin. Bu 12 idi. 2 üstü 4'ün kubu üstə gəlinsin 2 üstü 4'ün özü. Yəni üstü 1. Bu deyilir nə? 16 üstü 4 burada. Əmsalı 4. Yəni 4 vurulsun 16 üstü 4. Üstə gəlinsin 16'nın kubu. Üstə gəlinsin sadəcə 16. İndi əmsalları götürürük. 4-cü yerdə əmsal 4 olmalıdır. 3-cü yerin əmsalı 1 olmalıdır. İkinci yer yoxdur 0. Birinci yerin əmsalı 1 olmalıdır. Sıfırıncı yerdə yoxdur 0. 4, 1, 0, 1, 0. C variantı. İkinci onluq sayı sistemində verilmiş bu ifadənin qiymətini 8-liyə çevirək. Deməli 806 nə yazarıq? 806 yazaraq 2 üstü 18. 8'lik dediyinə görə biz bunu 8'liyə çevirərik. Bu deyilər 2 üstü 3 üstü 6. Yəni 8 üstü 6. Bu nə deməkdir? Əmsal nədir? 1. 8-ci yerdə, 6-cı yerdə 1, qalanları 5, 4, 3, 2, 1, 0. Bu qədər 0, 6 dənə 0. İndi biz bundan 8'lik kimi 3 çıxsaq, 3 ilə 8 idi, 3 kimi yazaram. 0-dan 3 çıxa bilmirəm deyə olur. Neçə? 10'dan 3 çıxmıram. 8'dən 3 çıxıram. Yəni buradan bir dənə 1 8'lik verirəm. 8'dən 3 çıxıram. Eləyir 5. Burada artıq 1 qalmır, axı bura 0 olur. Burada bir dənə 8'lik vermişdi. O 8 o 1'i parçaladı. Burada qaldı 7. Deməli bu olacaq 7. Hamısı 7'lər olacaq. Bizə deyir ilk rəqəm ilə son rəqəmin cəmini 8'likdə ifadə edin. İndi 7 ilə 5'in cəmi neçə edir? 7 ilə 5'in cəmi 12 edir. İndi 12'ni də yenə 8'liyə çevirsəm, bu da eləyər 1 qalıq 4, 1'in də özü ilə qalıq 1, 4. Demək olar C variantı. Yəni 5 ilə 7 ilə 5'in cəmi düz bu 8 sistemindədir. Buna 8'likdəki 7 ilə də 5'in cəmini yenə 8'lik kimi toplamalıyıq. 63. Deməli, avtomatik qurğu Unicode-dan 1024 əlifbaya keçərsə, Unicode-un biti nə qədərdir? 16 bit. 1024 simvoludursa, bunun da biti 10 bitdir. Bu simvol sayı təbii ki dəyişmir. Simvol sayı onda ilkin həcmi olacaq 16 bit vurulsun S. İkinci həcmdə olacaq 10 bit vurulsun S. Bizdə nəyə soruşur? 32 bitlik dəyən soruşur. Həmin mətin 32-yə keçərsə həcmini tapın. O zaman 32 bitliyin də həcmi olacaq 5 bit vurulsun S. Biz o zaman bunların fərqi nəyə bərabərdir? 3 vurulsun 12 üstü 2 üstü 12. Yəni bundan buna keçəndə 3 vurulsun 12 üstü 2. 2 üstü 12 qədər azalıb. Onda bunun fərqi edir nə? Bu tərəfdən yazıram. 6 bit vurulsun S bərabərdir nəyə? 3 vurulsun 2 üstü 12. İxtisarlara aparsaq, o zaman bitlər də gedər. Ya burada byte. Hə, byte-ı da nə edirəm? Bitə çevirərəm. 8 bit yazaram. O zaman S nəyə bərabər olar? 2 üstü 11 vur 8. Nə? Simvolların sayıdır bu. İndi bizdən bunu soruşur. Gətirib S-in yerinə bunu yazsaq. O zaman 5 bit vurulsun. 2 üstü 11 vur 8 bit. 8 daha doğrusu. Bunu da byte-a çevirsəm 8'e bölərəm. Çünki məndən byte-dən istəyir. 8'e də buradan ixtisar gedər. Qalar 5 vurulsun 2 üstü 11. Belə bir sual. D variantı. 64. 2056'nın kvadratını 8'liyə çevirəndə.
Alınan sıfırların sayı 16'lar keçirdəki sıfırların sıfırdan fərqli simvol sayı nə qədər çoxdur? Yenə müxtəsər kimi yazaraq 256-nı 2056-nı nə yazaraq? 2048 plus 8-in kvadratı. Bu da 211 plus 203-ün kvadratı kimi yazarıq. Bu da eləyər nə? 222 hasının 2 misli. 215 üstə gəlir 206. İndi 8-li deyirsə mən 8-ə çevirməliyəm. 16-lıq deyirsə 16-ya. 8-liyə indi çevirsəm nə olar? Olar 2-nin kubunun üstü 6, 18 elədi. Estağfurullah 7, 21 elədi. Vur 2. Üstə gəlinsin. Bunları silək artıq mane olmasın üçün. Aha. Üstə gəlinsin. 2'nin kubunun üstü 5. Üstə gəlsin 2'nin kubunun kvadratı. Amma bu deməkdir ki, 7-ci yerdə 2 dayanacaq. Daha sonra 6-cı yer yoxdur. 0 dayanacaq. Bu 8 edir. 5-ci yerdə 1. Bir də 4-cü yerdə 0. 3-cü yer varmı? Yoxdur. 0. 2'nin kubunun kvadratı. 2-ci yerdə 1. 1 ilə 0-cı yerdə də 0. Deməli, bunun 5 dənə 0 olacaq. Və yaxud elə ən böyük qüvvəti 7-ni bir vayda artırıram. Burada iştirak edən qüvvətlərin sayını çıxıram. Bu da eləcəkcə 5. Yəni 5 dənə oldu. İndi 16'lıq deyirsə mən bunu 16'lığa çevirməliyəm. 2 üstü 4'ün üstü 5, 20 elədi. Vur 2'nin kvadratı. Üstə gəl. 2 üstü 4'ün kubu. Vur 2'nin kubu. Üstə gəl. 2 üstü 4'ün üstü 1 vur 2'nin kvadratı. İndi sıfırdan fərqli simvolların sayı burada elə istifadə olunan qüvvətlərin sayı qədərdir. Bizdə 3 dənə qüvvət iştirak etdiyinə görə deməli bizim 3 dənə sıfırdan fərqli dediyimiz var. Simvolumuz var. Deməli burada 5, burada 3 nə qədər çoxdur deyir. 5-dən də 3 çıxarıq. Bu da eləyər 2A variantı olur. Çox riyazidir, həddən artıq. 65-ci sual. RGB sistemində olan 24 təsvir. Deməli X kodlaşdırma sistemində zaman hər rənglərin X. O zaman deməli bunun həcmi nə qədərdir? 211 vurulsun 212. 10 daha doğrusu bu 10'dur, bu 11'dir. RGB isə 24 bit, onu da 3 böləcək. Qrafik təsvirin həcmi budur. Rəng dəyərli X olan kodlaşdırma sistemində kodlaşdırılan zaman həcmi 33 megabayt olur. Deməli RGB-dən buna keçib də artıq. Yəni X-ə keçib. O zaman biz bunu X-ə vurmalıyıq. Bunun da bərabər olur həcmi nəyə? 33 megabayta. 33 megabayt da biz nə yazacağıq? 33 vurulsun 2 üstü 23 bitə çevirərik. Buradan bu 21'lər onsuz gedər. Qalarlı yerində 4. X də bərabər 33'ü də 4'ə vursaq 132. Deməli bizim bitimiz 132 bittir. İndi aparıb rəng çalarlarındakı sayını soruşanda da 2'nin qüvvətinə qoymalıyıq. Y variantı. Pərvanə rastqı redaktorunu istifadə edib 9 megabayt həcmə malik qrafik təsvirin paletada rəng çalarının sayını 256 dəfə azaldıb. Bu zaman deməli 9 megabayt həcmi var, amma simvolların sayı bilmirəm. Piksellərin sayı dəyişməyib. Piksellərin sayı tutaq ki, olub A qədər. A vur B qədər. İ'si də bilmirəm nə qədərdir, elə I qədərdir. Bunun həcmi 9 megabaytdır. Amma deyir rəng çalarların sayı 256 dəfə azaldı. Rəng çalarların sayı 256 dəfə azalırsa, deməli 256-ya bölür. 208-ə bölür də eyni. Bu da n də 2 üstü i olduğuna görə 2 üstü i-ni 2 üstü 8-ə bölsəm o zaman olur 2 üstü i çıx 8. Deməli bu dəfə bitimiz olur i çıx 8. Deməli vurur i çıxılsın 8-ə. İnformasiyanın həcmi 6 megabayt azalır. Olur 3 megabayt. İndi biz bunu 6-6-a bölsək A belə gedər. I bölünsün i çıx 8 bərabərdir 1-də 3. O zaman 3 i çıx 24 bərabərdir i-yə. I də alınır neçə? 12. Demək ən çox neçə rəng ola bilər? İndi rənglərin sayını soruşur. İlkin təsvirdə 212 D variantı.
Sistemə giriş üçün 8 simvollar, parollardan istifadə olunur. Parolun ilk 4 simvolunda Azərbaycan əlifbasının kiçik hərfləri və onluq say sistemi. Azərbaycan əlifbasının kiçik hərfi 32, onluq say sistemində 10 dənə. Deməli, ilk 4 yerdə 42-dir. Bunların hasılı. Daha sonra növbəti yerlərdə 5-ci, 6-cı yerdə isə 16 say sisteminin simvolları. Onda 16 say sisteminin simvollardırsa, bizim 16 dənə burada simvolumuz olar. Yəni 16 vur 16. 7-8-də isə yalnız 16-lıq və 16-lıq. Onsuz onluq say sistemi 16 say sistemi içərisində olduğuna görə, yəni bunu ayrıca 10 plus 16, 26 götürməyəcəyik. Çünki onluğun elementləri elə 16-lıqda var. Bunu da elə 16, 16 kimi götürə bilərik. Bu formada yaza bilərik. O zaman onlar nə? D variantı. 68. Tam dolu diskdən, aha belə bir sual. Toplu tipidir yenə. 2,3 megabaytlıq şəkil faylı silinib. Deməli, tam dolu disk X qədərdir. Bundan 2,3 megabaytlıq silindi. Yəni 6 megabayt getdi. 5 ədəd 4 megabaytlıq getdi. 20 megabayt da belə getdi. 3 dənə də eyni ölçülü mətn getdi. Yəni 3x getdi. Və əlavə olaraq 2,4 megabaytlıq qrafik fayl yazıldı. Üstünə də gəldi 2 vurulsun 4 megabayt. Bundan sonra 33 megabayt boş yer qaldı. Həcm nə qədər oldu? X çıxılsın 33 oldu. Yəni əvvəl x idi, indi bu dəfə 33-ü boş qaldı. Həcm oldu x çıx 33. 10x-lar buradan islah gedər. Bunların da yer dəyişmək eləsək, nə edər? -26 üstünə 8 yazsaq, -18 çıxılsın 3x bərabərdir -33. Onda 3x bu tərəfə 33 bu tərəfə x də alınar 5. 3x 15, x da 5. Deməli hər biri 5 megabayt imiş. 69. Belə bir məntiqi sual, cədvəl məntiqinə məntiq sualıdır. Deməli Elçin, onu bu tərəfdən yazaq. Elçin, Aylin, Atabəy və Cəmil. Elçin, Aylin, Atabəy və Cəmil. Bunlar dostdurlar. Bir cədvəl sxeminə keçirdək. Demək, onlar Bakıda, Füzulidə, Sumqayıtda, Gəncədə və Füzulidə işləyirlər. Onlardan ikisi iqtisadçıdır, biri həkimdir, digəri isə müəllimdir. İndi baxaq. Gəncədə işləyən iqtisadçı deyil. Gəncədə kim işləyirsə iqtisadçı deyil. Müəllim Sumqayıtda Gəncədə işləyir. Cəmil Bakıda, Elçin Gəncədə işləmir. Deməli, Cəmil Bakıda deyil. Elçin də Gəncədə deyil. Onda biz peşələri də yazsaq. İqtisadçı, müəllim və həkim. İndi 2 nəfər iqtisadçı olacaq. Yəni burada 2 dənə plus olacaq. Baxaq indi. Gəncədə işləyən iqtisadçı deyil. Müəllim nə Sumqayıtdadır, nə də Gəncədədir. Daha sonra, deməli, müəllim Sumqayıtda ola bilməz. Bunu bunları yadımıza saxlayarıq. Elçin ilə Atabəy iqtisadçı deyil. Deməli, Gəncədə işləyən iqtisadçı deyilsə, Elçin və Atabəy iqtisadçı deyil. Hə, ola bilsin. Füzuli işləyən də iqtisadçı deyil. Deməli, Füzulidə işləyən, Gəncədə çalışan şəxs iqtisadçı deyil. Hə, müəllim də nə Sumqayıt, nə də Gəncədə işləyir. Deməli, biz bunu e, necə eləyək ki, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəncədə işləyən iqtisadçı deyil. Hı -hı. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyildir. Yəni bunu burada. Deməli, Gəncədə çalışan iqtisadçı deyil.
Müəllim də nə Sumqatda, nə də Gəncədə işləyir. Onda belə çıxır ki, bizim üç dənə peşəmiz varsa, Gəncədə işləyən iqtisadçı da deyil, müəllim də deməli. Deməli, Gəncədə işləyən kimdirsə, həkimdir. Gəncədə işləyən həkimdir. Daha sonra Gəncədə işləyən iqtisadçı deyildir. Müəllim nə Sumqayıt, nə Gəncədə işləyir. Elçin Atabəy də iqtisadçı deyil, Füzulidə işləyən də iqtisadçı deyil. Müəllim nə Sumqayıtda işləyir. Deməli, müəllim Sumqayıtda da işləmir. Gəncədə də işləmir. Daha sonra Elçin ilə Atabəy iqtisadçı deyirlər. O zaman Elçinlə Atabəy iqtisadçı deyil. Daha sonra Füzulidə kim işləsə o da iqtisadçı deyil. Gəncə şəhərində çalışan da iqtisadçı deyil. Onda belə çıxır ki, belə çıxır ki, həkim əgər Gəncədədirsə, çünki həkim Gəncədədirsə, Elçin də Gəncədə deyil. Deməli, Elçin həkim ola bilməz. Onda Elçinə qalır müəllim. O zaman bunlar olur minus. Daha sonra iqtisad bizim iki dənə iqtisadçımız ola bilər. Onda avtomatik bunlar olur plus. Onda bunlar olur minus. Burada olur plus. Deməli, həkim işləyən Gəncədə idi. Onda həkim işləyən kimdirsə, Atabəy. Atabəy Gəncədədir. Onda bunlar minusdur, avtomatik. Daha sonra baxaq görək. Atabəy Gəncədə Füzulidə işləyən şəxs iqtisadçı deyil. Bu qalıb. Elçin və Atabəy iqtisad. Elçin və Atabəy müəllimdir. E, Atabəy də həkimdir. İndi baxaq. Gəncədə çalışan iqtisadçı deyil. İqtisadçı olan Aynur ilə Cəmildir və onlar da Gəncədə deyil. Bunu tapdıq. Füzulidəki də iqtisadçı deyil. O zaman Cəmilə qalır Sumqayıt. Avtomatik olsa bunlar da minusdur. O zaman Aynur'a qalır bura plus. O zaman bura Füzulidə də qalır plus. Bizə Elçin ilə Cəmil soruşur. Cəmil Sumqayıtda iqtisadçı işləyir. Elçin isə Füzulidə müəllim işləyir. Ona görə Y variantı. Çox belə qarışıq məntiqi cəhətdən sual idi. 70-ci sual dövrən sayını tapın deyir. Biz dövrə sayı deyəndə burada qapalı yol axtarırıq. Nə ola bilər? Biri bu ola bilər. A, F, Y. Daha sonra bu üçbucaq 2. Bura 3. Daha sonra 2 2 götürülür. Bura 4. Bura 5. Bir de figürün bütöv özü 6. 70-ci sualda 6. 71. Buraları təmizləyək. Hı -hı. 71. 4104'ün kvadratını 8'liyə çeviren zaman sıfırların sayı birlərin sayından ne kadar çoxdur? Böyle bu tip suala biz baxdıq. Yəni bundan əvvəlki sual tiplərində. Eyni tipli sualdır. 4104'ü biz ne yazarıq? 4096 plus 8 kvadratı. Bu da 2 üstü 12 plus 2 üstü 3'ün kvadratı. Bu da muxtasar kimi 2 üstü 24 plus 2 üstü 16 plus 2 üstü 6. 2 üstü 24'ü 8'liyə çevirsək 2'nin kubunun üstü 8 üstə gəl 2'nin kubunun üstü 5 vur 2 üstə gəl 2'nin kubunun kvadratı. Bir sıfırlansa bilərsən nə qədər çoxdur. Deməli, ən böyük qüvvət neçədir? 8. 8'i bir vayda artırıram. Bu ümumi simvolların sayını verir 9. İştirak edən qüvvətlərin də sayını çıxıram 3. Bu da birləri verir. Ha, bizdə birlərin sayından soruşur. Dəqiq bu formada olmayacaq. Əmsalı 1 olan hansılar? Bu 8 üstü 8 deməkdir. Rəngi lap dəyişək. Deməli, birinci ifadə 8 üstü 8'dir. Üstə gəlsin əmsalı 2 daha bunun. 2 vurulsun 8 üstü 5. Üstə gəl 8 üstü 2. Deməli, əmsal 2 yerdə 1 oldu.
O zaman 9'dan da 2-ni çıxsaq, bu da eləyər 7 dəqiqə. Ya yoxdur belə bir variant. Hardasa səhv gedə bilərmi? 212 hı -hı, kubunun kvadratı. Hə, sıfırların sayı. Sıfırların sayını birinci tapaq. Deməli, sıfırların sənəsində biz bayaq düz tapırdıq. 9-dan 3 çıxırıq, eləyir 6. Bizim 6 dənə sıfırımız var. 2 isə 2 dənə isə birimiz var. Deməli, 6-dan da 2-ni çıxarırıq. 6-dan 2 çıxsaq 4. 71 maraqlı sual. 72. Qonşuluq matrixdəki sıfırların sayından birlərin sayının neçə və çox olduğu tapın. Yenə təpə nöqtə bunun qaydası nədir? Təpə nöqtələrini kvadratından çıxırıq tillərin ikimisini. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-in ikimisini. Bu da edir 36 çıxılsın. 16, 20 dənə sıfır var. 20 dənə sıfır. Ee, 16 dənə isə 1 var. İndi neçə vahid çoxdur? 20-dən 16 çıxacaq. 4 vahid. 73 kilobaytla nəhayət biraz sadə suallar gəlir. Deyəsən kilobaytla tapın. Megabaytdan kilobayta çevirəndə 1024-ə vurmalıyıq. Olacaq 10240. Üstə gəl. Bunu da 1024-ə bölməliyik. 8 kilobayt. Üstə gəl 3 kilobayt. Bunu da 210-a bölərik. Bu da edir 212. 212 neçə edir? 4096. Şimdi bunları da toplasaq. 4096, 1024 ve bu. O, daha doğrusu 10251 burayı eləyir. Üstünə də gəlir 4096. Sonu demək 7 ilə bitən. Yəqin ki, Y variantıdır. 74. Müəyyən kodlaşma sistemində hər bir simvol 16 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn informasiya həcmindən 4 dəfə azdır. Məlumatın ümumi 6400 baytdırsa, birinci ilə üçüncünü soruşur. Deməli, 4 dənə səhifədə hər birindəki özündən sonra gələn 3 dəfə azdır. Birinci V-dir, 3V-dir, 9V-dir və 27V-dir. Ümumilikdə isə toplasaq neçə edir? 40V 6400 baytdır. O zaman V nəyə bərabərdir? Bir dənə səhifənin həcmi 16 baytdır. İndi 16 bit. Yəni 16 bit nə deməkdir? 2 bayt deməkdir. İndi simvol sayını tapanda da 16 bayt böləcək 2 bayta. Bu deyəcək 8. Deməli, hər bir səhifədə 8 simvol var. Bizdə bir dəqiqə burada 160 eləməlidir. Ona görə 80 olacaq. Hə, hər bir səhifədə 80 simvol var. İndi birinci ilə üçüncünü soruşur. Deməli, birincidə 80. Sonra 240, sonra da 720. Ona görə D variantı. 75 fərdi konteynerlərine aid deyil. Masaüstü var, matrixli printerdir, lazerli printerdir, 4 var, planşet ola bilər, bir də sensorlu ekran. Sensorlu monitor var, amma ekranlar belə deyil. Kompüterə aid olarmı, olmazmı? İndi ona baxaq görə nə verib. 2 ilə 3-ü, hə, aid deyil deyir bizə. O zaman aid olanları çıxsaq, 1 ilə 4-ü variantlardan çıxsaq, 206, 205. Deməli 2, 3 planşet fərdi kompüterin bir növü ola bilər. Ancaq 5 ilə çıxsaq 200 sensorlu ekran bu monitorun növüdür. 76. Bu belə bir ifadə verib. Bu cəmi 8-liyə çevirin deyir. Yəni bu cəmi bir-bir toplasaq, baxıb gör ki, 1-dən 1024-ə qədər bütün qüvvətlər varsa, bu 2047 eləyir. Yəni 2048 çıxılsın 1 eləyir. Peki, indi bu 2047-ni də 8-liyə çevirmək lazımdır. 2047-ni də o zaman 8-ə görə gedə bilərik. Elə 8-ə bölməsi alınan qalıq nə edir? 47-ni 0,47-ni 7-8-ə bölsəm qalıq 7 edir. O zaman 2040-ı da 8-ə bölsək neçə dəfə düşər? 2040-a
8-ə bölsək 2000 içərisində neçə dəfə? 250, 255 dəfə düşür. 255-i bu dəfə 8-ə bölsək, 248-dən yəni 31 dəfə düşür, qalıb 7 eləyir. 31-i 8-ə bölsək 3 dəfə düşür, qalıq 7 eləyir. 3-ü də 8-ə bölsək qalıq elə 3 eləyir. Deməli 3, 7, 7, 7 C variantı. 77. 77 biraz sual deyəsən yaxşı düşməyib, amma digər sütuna görə tapa bilərik. Əgər yuxarıdan aşağılar nədirsə, soldan sağa da olacaq. Baxaq birinci təpə 1 ilə 2 ilə 4 ilə ulduzlanıb burada da. İkinciyə baxaq. 1, 4, 6-dır. Baxıram ikincidə 1 var, 4 var. Deməli burada da bir ulduz var. Daha üçüncüdə 4 ilə 5-dir. 4 ilə 5-dir. Dördüncüdə hamısıdır. Özündən başqa. Dördüncüdə hamısıdır. O zaman 6-da da var. Beşincidə də 3-dən 4-dür. 3-dən 4-dür. Həqiqətən. Bitdi. Deməli burada 2 dənə ulduz olmalıdır. O düşməyib. Bir də variant düşməyib. Bir də olmasa yəqin ki 4 variantdan olmasa yəqin C variantı odur. Yaşayış məntəqələri arasındakı əlaqələr verilib. Nömrələmə adlandırma üsulu düşmür. A ilə C-nin nömrəsini tapın. Yəni burada verilib. Onda biz bu tipli sualları necə həll edirdik? Ən çox til olanı götürürdük. 5 dənə til var. O zaman 5 dənə qiymət olan 4-dür. O zaman dördüncü təpə adlanır nə? B təpəsidir. Ona görə bizə A ilə C dediyinə görə Y variantını silə bilərik. 4 lazım deyil. Daha sonra 3 dənə təpəsi olanlar D idi. Bizdə A ilə C soruşur 2 dənə olur. O zaman 2 nəyə aiddir? D'yə aiddir. İkinci D'dir. İkinci də variantdan çıxa bilərik. Ya 1-3, ya 1-6 qaldı. İndi baxaq görək hansılar uyğun gələr. B ilə, D ilə indi uyğun gələn hansılardır? Y, B-dən başqa C ilə Y-dir. Baxıb görüm. D-də 1 onsuz da 4-dür. Bu 4 bəllidir ki, B-dir. Avtomatik 1 ilə 6 olmuş olur. Baxaq D ilə əlaqəsi olan. Biri 1-dir, biri 4-dür, biri 6-dır. Deməli, biri 1 ilə 6 C ilə Y-yə gedir. Deməli, 1 ilə 6 da variantlardan uzaqlaşır. Deməli, 1 ola bilməz, 2 ola bilməz, 6 ola bilməz, 4 ola bilməz. Nə qalır? 3, 5. Bizə fərqi yoxdur hansı olur olsun. Cavab 3, 5-li C variantı yəqin ki, düşünmür. İndi o tərəfdə qalıb. 78. 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır? Bunun işarəti yəqin ki, bu tərəfdə əlavə məlumat olmaz deyə düşünürəm. Çox yer qalmayıb. İndi 5 simvoldan ibarət. Yəni, neçə dəfə biz belə deyək də, 5-in hansı qüvvəti 760-dan böyük bərabərdir mənasında. Yəni, həmin tipli sualdır. O zaman 760 kiçik bərabərdir. 5 üstü i. O zaman i-ni də taparaq 5-in nəyi? 4-cü qüvvəti 625 edir. O zaman 5-in 5-ci qüvvəti. Beyin o da tərslikdən yoxdur. Yəqin ki, burada C variantında 5 olub. 79. Xidməti klavişlərə aid olanları seçin. Deməli, F varsa bu funksiyanı aldı 1 ilə 5-ləri. Çıxdıq variantdan. Xidməti deyir. Home idarə etmə düyməsi 4-ü də çıxdıq variantdan yenə C variantına qalır. 2, 3, 6 cavab olur 2, 3. 6 xidmətli klavişlər. 80. Bizə nə soruşur? Doğrular soruşur. Printer kağızda olan informasiya kompüterə daxildir. Xeyr, bu skanerdir. Ona görə birlər variantdan getdi. Monitorda üfüqi nöqtənin çözünürlükdür. Doğrudur. Ona görə 2-lər qalır. Hamısında var. Matrisinin sürəti 1 sm çapın simvolunun sayıdır. Doğrudur. 2 ilə 3. O zaman bu da getdi. Piksellərin sayı nə qədər çoxdursa görüntü o qədər keyfiyyətsiz olar. Xeyr, əksinə. Qısılım D variantı doğrudur. Backspace-də həqiqətən soru silir. İkili sayı sistemindəki cəmin doğrulmasını bu xana yazıcı simvollar müəyyən edib, həmin simvollar ardıcıllığını 16-ya əməl edir. İkili ədədi 16-ya çevirir. Bir baxın, 1 ilə 1-in cəmi 0, 1 ilə 1-in cəmi. 1 ilə 1-i toplayanda bunu belə də tapa bilərik. Aşağıdan bunu da çıxa bilərik. Vaxt 1 ilə 1-in cəmi 0, 1 yadda.
1 ile 1'in cəmi 2, bu da bir 3. 1 yazıram, yenə 1 yadda. 1 ilə 0-ın cəmi 1, bu da bir 2. 0 yazıram, yenə 1 yadda. 0 ilə bu 1-in cəmi 1. Üstünə 1 gələrəm ki, 2 eləsin 0 yazım, 1 yadda deyir getsin. Daha sonra 1 ilə bu birin cəmi 2 eləyir. Burada deməli 0 olmalıdır ki, cəm 2 olsun və 0 yazılsın, yaddaşa 1 getsin. 1 ilə 1-in cəmi 2, deməli burada 0-dır yenə, yaddaşa 1 getdi. 0 ilə 1-in cəmi 1, deməli burada 1 olmalıdır ki, 2 eləsin, 0 yazın, 1 yaddaşa getsin. Deməli burada olur 1, 0, 0, 1. 1, 0, 0, 1-i də mən 2-likdən 16-lığa çevirsəm, eləyər 9. Yəni B variantı. 82. 256 ədəd minimal bit sayda qollaşdıran qrafik təsvir piksel sayını saxlamaqla 64-ə gedirsə, həcmi piksel sayını tapın. Deməli 256 ədəd bunun biti 8 bitdir. Piksel sayını saxlayırıq. Deməli A vurulsun, B vurulsun 8 bit idi. 64-ə keçən zaman o zaman 64-ə keçən zaman 64 rəqsələr varsa bitinə qədər də 6 bitdir. O zaman 6 A vurulsun, B vurulsun. Daha 6 bit olan zaman isə fərqi olub 2 megabayt. Megabayt da bitə çevirsəm 2 vurulsun 2 üstü 23. Bit. Bitləri ixtisar aparıram. 6 da çıxsam 2 vurulsun AB nəyə bərabərdir? 2 vurulsun 2 üstü 23. 2-ni də silsəm, ixtisar aparsam AB qalır o zaman 2 üstü 23-ə. 2 üstü 23 isə baxaq görək hansı variant edir? Bu 10, 11 eləyir. 12, 12. Bunlar deyil. Daha sonra 9, 2 üstü 13, 22 eləyir. 1024 vur 8192 bu eləyə bilər. Ona görə C variantı 210 və 213. C-də cavab 83. İkili təsvirlə 0 və 1-lərin sayı bərabər olan. O zaman onun hamısını içinə çevirməliyik. 41-i biz nə yazarıq? 2 üstü 5 plus, yəni 32 plus 8 plus 1 yazarıq. 43-ü 2 üstü 5, yəni 32 plus 8 plus 3 yazarıq. O da 2 üstü 1, 2 üstü 0. 49-u 2 üstü 5 plus 2 üstü 4 plus 2 üstü 0 yazarıq. 38-i 2 üstü 5 plus 2 üstü 35 plus 32 plus 4 plus 2 üstü 1 yazarıq 36 eləsin. 48'e 2 üstü 5 plus 2 üstü 4 yazarıq. 51'e de 2 üstü 5, 2 üstü 4, 2 üstü 1, 50 eləyəcək. 2 üstü 0. 0 və 1'lərinin sayı bərabər olan. Baxıb görürəm ki, indi bizim 6 ümumi simvolların sayını tapanda ən böyük qüvvəti bir vədə artırırıq da. 6 simvolun 3'ü 1'dir, 3'ü 0'dır. 6 simvolun 4'ü 1'dir. Bu birlərin sayıdır, bu sıfırların sayıdır. 6 da ümumi sayıdır. Deməli 4'ü 1'dir, 2'si 0'dır. Qısacası 3'dən olanları götürəcəyik də. 3'dən olanlar. Bu hansıydı? 8, 41, 1, 49 və bir də 38. Deməli cavab olacaq 1, 2, 5. 84 azalan sırada tapın. Vahidləri onda hamısını ən yaxşı kilobayta çevirək. Bu 2048'den daha azdır. 2048 olsaydı 2 kilobayt eləyərdi. Bu hamısını bayta da çevirə bilər. 2047 bayt. Bu 1024 bayt. Bunu da bayta çevirəndə 2 üstü 20'ye vuracağım. 2 üstü 20'ye vursam 2 üstü 15 bayt. 2 üstü 15 necə edir? 32 vurulsun nə qədər? Yəni çox böyük bir ədəd eləyir. Bunu da 2 üstü 10'a bölsəm eləyər 2 kilo. Bir dəqiqə bayta çevirməliyəm. Bu da eləyəcək 208 bayt, yəni 256. İndi hansı azalan sırada deyir 215 daha böyükdür. Daha sonra 2047 gəlir. 1. Daha sonra 2, 1024, daha sonra 4. 3, 1, 2, 4 bu formada. 85 gün kodda yazılmış 256 səhifəli kitabın orta hesabla hər səhifəsində 40 sətir var. Kitabın həcmi 400 kilobaytsa bir səhifədə simvol sayını tapın.
simvollarını tapanda nə edirik? Həcmi bölürük digərlərinin hansında. Yəni 400 kilobaytı bölürəm. Unicode deyir 2 bayt. Vurulsun 40, vurulsun 256. Yəni 208. Kilobaytı bayta çevirəndə 200 sona vurmalıyam. 40 buradan getdi, 10 qaldı. Daha sonra 209 buradan getdi, 2 qaldı, qaldı 20. Vəssalam, 20 simvol olmalıymış. 86, 3, 5, 8, 6 ədədlərini istifadə etməklə rəqəmlərini yalnız 3 rəqəmin təkrarlana biləcək neçə müxtəlif 3 rəqəmlərdə düzəltmək olur. Deməli, baxaq görək 3 rəqəmlərdə düzəltmək olar. Deməli, belə eləyək də necə yazaq bilərik bunu qısa yolda. Deməli, 3, 5, 8, 6 rəqəmlərini istifadə etməli yalnız 3 rəqəminin təkrarlana biləcəyi. Yalnız 3 rəqəminin təkrarlana biləcəyi dedikdə, deməli, 3 rəqəmi necə təkrarlana bilər? Ya 3, 3 olmalıdır, ya da 3, 3, 3 formada olmalıdır. Yəni, bir dənə 3 olsa təkrarlanmır və yaxud da 3 olmasa təkrarlanmır. Ona görə baxaq görə biz bunu necə edə bilərik? Bizim 2 dənə 3-ümüz ola bilər ədədimizdə və yaxud 3 dənə 3-ümüz ola bilər. Əgər 2 dənə 3-ümüz varsa, tutaq ki, mən deyirəm ki, o 3-lər birinci, ikinci sırada dayanır. O zaman olacaq nə? Həmin yerləri biz ancaq 2, 3, yəni bir dənə 3 yaza biləcəyimizə görə sayını yazırıq. 1, 1. Yerdə qalır bizim 3 dənə ədədimiz. Digərlərini də yaza bilərik. O zaman 300-dən başlayan bizim 3 dənə ədədimiz olacaq. 335, 338, 336. Digərləri təkrarlana bilmir. Daha sonra ola bilər ki, üçlər ortada, qıraqlarda olsun. O zaman mən o sayları birləri sona yazacağam, üçlər var. Üç dənə də üçlərlə kənarlarda olanları yazdım. Tutaq ki, aslında bunu yazacaqdım. Üçlər kənardadır, ortaya yenə mən üç dənə yazdım. Deməli, toplam biz 9 dənə, 2 dənə 3 olan ədəd tapdıq. Yəni 235, 338, 336 və yaxud 500-ü, 533, 833, yəni bu formatda saya da bilərdik əslində. Bir dənə də 333 ədəd yaza bilərəm. Yəni 3-ün təkərləmə 3 rəqəmi deyildi ya, başqa cür bunu yazmaq mümkün deyil. 9-un üstünə 1 gəlsəm, eləyər 10. Uyğunluğu müəyyən eləyək. Ekran düyümünün ölçüsü və videoda yaddaşın ölçüsü. Ekran düyümünün ölçüsü ən sonda verilir 16. Ona görə 1-ə gedəcək. C. Video yaddaşın ölçüsü. Baxaq görək. Deməli, bu RAM-ı bildirir DDR. Bu hard diski bildirir. Bu isə 8 GB isə video yaddaşın ölçüsünü bildirir. Bu da 87-ci sual. 88 yenə qrafik bir sualdır. Bizə C ilə B ilə C-nin yol uzunluğu ilə D ilə Y-nin yol uzunluğunu soruşur. Yenə T-nin 6 dənə qiyməti var. O zaman 6 qiyməti olan M5-dir. Daha sonra biz B ilə C ilə D ilə Y-nin uzunluğunu istəyirik. O zaman 2 dənələr A ilə H, yəni bu B ilə Y ola bilməz. O zaman A-nın 2 dənə olan M1-dir, bir də M3-dür. O zaman M1 tutaq ki A desəm və yaxud H desəm, M3 də ya H olacaq ya A olacaq. O zaman T ilə A-nın kəsdiyinin biri T-dir, bəli olsa M5. Deməli bu kəsişdiyi ya B hərfidir M2, ya Y hərfidir. M2-yə qalır ya B, ya da Y. Deməli bunu tapdıq, bunu tapdıq, bunu tapdıq, bunu tapdıq. Deməli o digər qalanlar isə C ilə D-dir. O zaman M6 ya C-dir, ya D-dir, M7 də ya D-dir, ya C-dir. İndi baxaq, əgər M1-in A olduğunu düşünürəmsə, M1-in kəsdiyi B olmalıdır. Yəni digəri. Onda belə çıxır ki, M2 B-dir. De burada. Və yaxud burada baxsam, eyni şəkildə e, M1 ilə biz nəyə demişdik? M4-ə demişdik də, hə. Bax, tutaq ki, M4-ə A desək, o zaman belə çıxır ki, M4-ün digər kəsdiyi B-dir. Yəni M3-ə B düşür. İndi bu formada baxaq görək, hər ikisi ilə baxarıq. Əgər biz M1-ə A dediksə, o zaman M2 B-dir.
M2 B-dir. O zaman M2 B-dirsə, digər hardaydı? Y ilə B. Ulan, bir dəqiqə özüm çəkdim. Qobran bir də başdan gəl. Gələk. Əgər M2-yə biz ya Y demişik, ya B, hə, A olduğuna görə. Əgər M1 A-dırsa, onda M4 H-dır. M3 daha doğrusu H-dır bura. Əgər M3-ə H demişəmsə, onda M3-ün digər qolu M4 Y-dir. Onda M4 olacaq Y. M4 Y olacaqsa, o zaman aha, bitdi orada. Əgər M6-ya mən D demiş olsam və yaxud C demiş olsam, D-nin ilə M7 onda olur D. İndi baxaq, bizə M ilə B ilə C-ni soruşur. Bizim B-miz hardaydı? Bizim B-miz M2-də idi da. C-miz hardadır? M6-da. O zaman B2 ilə M6, M2 ilə M6-nın kəsməsi nədir? 13. O zaman bura olur 13. D ilə Y-ni soruşur. D-miz əgər bizim, bir dəqiqə burada C-ni silməliydim. D-miz M7-dirsə, Y-miz də M2-dir. Y-mizi hara demişdik? Biz M4-ə demişdik. Hə, M4-ə demişdik. M4 ilə də M7-nin kəsməsi 7-dir. O zaman 13-dən 7-nin cəmi 20 eləmiş olar. Yox, başqa formada baxsaq, tutaq ki, biz M1-ə H deyək. M1-ə H deyiriksə, digərlərinə baxaq. Əgər M1-ə H demişiksə, o zaman M3A olur. M3A olursa, o zaman M3-ün çeşitliği digəri B olur. O zaman M4B olmuş olur. Ha, o zaman diğerləri tərs düşəcəkdir. 7 ilə 10. O zaman 7 vurulacaq, 13 vurulacaq. İstənilən halda 7 ilə 13-ün cəmi 20-ni vermiş olacaq. Baxaq görək. 89. Kodlaşdırma sistemində informasiyanın həcmi 29 MB olan sənəddə mətn informasiya ilə yanaşı 5 ədədin 1 MB qrafik təsvir var. Deməli, Unicode-da informasiya həcmi 24 MB olan sənəddə. Deməli, 2 vurulsun S bərabər 29 MB. Ha, bir dəqiqə. 5 ədəd deməli informasiya həcmi 29 MB. Sənəddə mətn informasiyası ilə yanaşı 5 ədəd 1 MB-lıq qrafik təsvir var. Onda belə çıxır ki, 29-dan biz 5 MB-a çıxmalıyıq. Çünki 5 dənə 1 qalır, 24 MB. İndi 16 bitli ilə yazılanda həcmi nə qədər azalır? İndi baxaq. O zaman simvol sayını tapsaq, simvol sayına bərabərdir 24 megabaytı bölməliyik 2 2 bayta. Bu da eləcək 12 megabaytın da yerinə 2 üstü mən nə yazaram? 20 yazaram. Baytlar gedərsin. Simvol sayı bu qədərdir. İndi deyir ki, bu sənədi simvol sayını dəyişmədən 64 simvolu əlifbaya keçirsəm, 64 simvolun da biti 6 bitdir. O zaman 12 olsun 2 üstü 20-ni. Vuraram 6-ya, bölərəm 8-ə. 8-i bölsəm 4-ü buradan gedər. 3 qalar. İkisi də buradan gedir 3. Olar 9 vurulsun 2 üstü 20 bayt. Bu da yenə 9 megabayt. Olar həcmi. İndi 18 şəkillə işimiz yoxdur. İndi 24 megabaytdan 9 megabayta düşər. Bunu da nə qədər eləyər həcmi? 24-dən də 9-u çıxsam, bu da eləyər 15 megabayt azalar. 30. 90-cı sual nəhayət onluq sistemində verilmiş bu ifadənin 8-lik sistemindəki təsvirində 0 və 4 simvolların sayının hasilini bu ikili sistemində ifadə edir. Bu qədər uzun sual olmaz axı dildə. Deməli 8192-ni biz 213 kvadratı üstə gəlib 36 yazarıq. 36-nı da 32 plus 4 yazarıq. Bu da yəni 2 üstü 26 plus 2 üstü 5 plus 2-nin kvadratı. İndi 8-liyə çevirərəm.
26'nı da 8'liyə çevirsəm nə edəcək? 2 üstü 3'ün üstü 8, 24 vur 2'nin kvadratı. Üstə gəl 2'nin kubu vur 2'nin kvadratı. Üstə gəl 4 vurulsun 8 üstü 0. Bu da eləyər 8, 4 vurulsun 8 üstü 8. Üstə gəl 4 vurulsun 8 üstü 1. Üstə gəl 4 vur 8 üstü 0. Deyir ki, indi təsvirləndəki 0 və 4 simvollarının sayının hasili. Bizim indi 9 rəqəmli ədədimiz var. 8 plus 1. Onun 3 dənəsi 4'dür. Ama 9'dan 3'ünü çıxıram. Bu deyilir nə? 5. 6. Deməli 6 dənə 0 var. 3 dənə də 1 var. 4 var. Daha doğrusu əmsalları 4'dür. O zaman 6'nı 3'ə vururam 18. İndi 18'i də 2'yə çevirərəm. 18'i 2'yə bölərəm. 9, 0, 2'yə bölərəm. 4, 1, 2'ye bölərəm. 2, 0, 2'ye bölərəm. 0, 1, 1. Deməli 1, 0, 0, 1, 0. Aha, onda cavab olacaq 1, 0, 0, 1, 0. Bitdi. Bu bir də baxaq başdan. 2 üstü 13'ün kvadratı 26, 32 plus 4. Bunda yenə, vəssalam, bitdi. Bu da informatika sorularının izahı idi. Dimdən növbəti bir sınaqların izahında görüşənə dək sağ olun, kanalı izlədib abunə olmalı unutmayın.